Oruç tutmaq insan psixologiyasında çox müsbət faydaları var, çox gözəl izlər qoyur. Əgər bu gözəl 11 ayın sultanı olan Ramazan ayında niyyətiniz oruç tutmaqsa, heç gecikdirmədən elə sabahdan oruç tutmağa başlayın. Əgər təbii ki, sağlamlığınız da buna imkan verirsə, əgər oruç tutursunuzsa, oruclarınız qəbul olunsun. Həqiqətən də oruç tutmaq təkcə dini olaraq böyük bir savab, böyük bir niyyətin başlanğıcı deyil, həm də bərabərində insan ruhunun tərbiyəsidir. Çünki birinci olaraq oruç tutmaq təkcə fiziki ac olmaq deyil, susuzluq, aclıq hissinə tab gətirmək həm də iradəni gücləndirən əsas faktorlardan biridir. Və hətta mən sizə bir sirr açım ki, iradəli insan olmaq və lider əgər pozisiyasındasınızsa və gözəl bir lider olaraq inkişaf eləmək istəyirsinizsə, öz iradəniz üçün ən gözəl məşq elə oruç tutmaqdır. Çünki oruç tutduğu zaman biz öz impulslarımızı idarə etməyi öyrənirik. Ac olanda yeməməyi, susuz olanda içməməyi, bunlar artıq bizim impulsiv davranışlarımızı idarə etmək vərdişini bizdə formalaşdırır və bizim beynimizdə idarə etmə mərkəzi vardır. Biz buna prefrontal mərkəz deyirik ki, bu mərkəz işləməyə başlayır. Bu zaman biz duyğularımızı, əsəbimizi, qəzəbimizi idarə etməyi həmin mərkəzin sayəsində bacarırıq və bu mərkəz bir növ məşq etməyə başlayır və 30 gün çox böyük bir müddətdir ki, bu müddətdə artıq biz iradəmizi necə də möhkəmləndirmək yollarını öyrənməyə başlayırıq. Həm də bərabərində nəinki iradə, biz həm də öz duyğularımızı da kontrol eləməyə başlayırıq. Özümüzü daha çox sorğulamağa, öz fikirlərimizi, duyğularımızı ifadə eləməyə, incikliklərimizi qəlbimizdə bağışlamağa gətirib çıxardır. Onun üçün bir sözlə oruç tutmaq nəinki dini olaraq, həm də psixoloji olaraq çox sağlam bir təşəbbüsdür. Düzdür, onu da vurğulamaq istəyirəm ki, oruç tutmaq əsəbi olan insanı əsəbini sakitləşdirmir və ya qəzəbli olan bir insanın, iradəsiz olan bir insanın sırf iradəsini gücləndirmir. Yəni bu insanın əgər öncədən də problemləri varsa, bəzən ac qalmaq, fiziki olaraq şəkərin, qan təzyiqinin oynaması onda dözümsüzlük də gətirib çıxarda bilir. Artıq bu hallar fizikidir, psixoloji bir hal deyil. Amma əgər yaxşı lider olmaq istəyirsinizsə və bu yolda addımlayırsınızsa, mütləq şəkildə oruç tutaraq öz iradənizi sınaqdan çəkin, öz iradənizi məşq elətdirin və daha güclü, daha səbr etməyi və öz davranışlarınızı idarə etməyi öyrənəcəksiniz. Ramazan bayramınız mübarək.